Onsuz da biz perfect match tapmayacağıq heç birimizlə. Hər özün bir xarakteri var, hər özün bir həyatı var. Heç birimizdən biz perfect match deyilik. Səndən bir şeyin xoşuma gəlir, bir şeyin xoşuma gəlmir. Məndə də sənin bir şeyin xoşuma gəlir. Hamımızda da elədir. O məcbur deyilik hamımız eyni olmaq. O ailə həyatında necə qərar verirlər? Evlənmək, evlənməmək, qalmaq, qalmamaq. Baxır ki, bu adamı sevirən, nə bilim, milyonla plusları var. Həm minusu var, nə bilim, burnunu qurtdalayır, nə bilim, dişini şotkalayanda şotkanı yumur, nə bilim. Nəsə də belə minusları var. Və sonra götürür onu tərəziyə qoyur, fikirləşir ki, okey, bu pluslar, bu minuslar. Mən bununla okeyəm, yoxsa deyiləm. Məni qıcıqlandıran şeylər nə qədər kritikdir. Çox kritikdirsə, deyirəm, rədd olayım, pluslarım var, amma başqa deyilsən pluslar. Bu minuslara görə mən səni yaşaya bilmirəm, ayrıldım sən. Ya da deyirəm ki, plusların o qədər çoxdur ki, bu minusları mən sənə gözümü yumuram. Ona görə mən elə şeylər var ki, bir minusdur, bir minusdur. Bu minus bu adamda məni qıcıqlandırır, bu adamda qıcıqlandırmır. Çünki bunun o biri plusları bunu cover edir. Mənə o okeydir gec gəlməkdə, işləməməkdə və s. Çünki o başqa yerdə vərdini verir. Və o onun üstündür. Sən onsuz da buradasan, üstünə bir dənə də başqa şey gələndə deyirəm, nə oldu dedi, gəl çıx qoyma. Ona görə eyni bir faktı bir adamda məni qıcıqlandıra bilər, birində qıcıqlandırmaya bilər. Çünki siz ayrı-ayrı adamlarsınız, pluslarınız, minuslarınız ayrı. İndi mən deyirəm ki, nə qədər bu tərəzini tapaq, şey diyorsa ayrılaq. Birimizə niyə zülm edirik? Biz burada işləməliyik. Bizim başqa bura gəlməyə amalımız yoxdur. Kimin varsa xahiş edirəm sabahdan gəlin.